hansı bir polip gələcəkdə mütləq xərçəngdir. Yəni bunu nəzərə almalıyıq ki, polip olan insanlar onu polip mərhələsində götürtməlidirlər. Amma bəzən yanlışlıqla polipləri kateqoriyalara bölmədən müxtəlif üsullarla götürürlər. Nəzərə almalıyıq ki, əgər polip ayaqçıq üzərindədirsə, yəni saplaq üzərindədirsə, üzəri hamar və qanamır, xoralı deyil, qabarıqdır və ayaqçığı var. Onu endoskopik və ya başqa bir üsulla götürmək mümkündür. Bu fəsadsızdır. Amma poliplər enli əsaslıdırsa, biz onu bənzədirik nəlbəki şəklinə çevrilmiş bir nəlbəki və yaxud mərkəzi xoralaşmışdırsa və yaxud ortasında bir çökəklik varsa, polip mərkəzdən daxilə doğru çökəlmişsə, üzəri qanayan, xoralaşmışsa, bunları yalnız və yalnız cərrahi yolla götürmək mümkündür. Çünki polipin enli əsaslı olması onun təkrarlanması üçün böyük bir risk faktorudur.